Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, əmlak sahibi əmlakın istədiyi şəxsə bağışlaya bilərmi və ya istədiyi şəxsə vəsiyyət edə bilərmi? İndi mən hüquqşünas Zaur Seyidzadə bu videoda məlumat verəcəyim ki, hansı halda əmlakın bağışlanması mümkündür, hansı halda vəsiyyətnamənin yazılması da mümkündür, hörmətli izləyicilər. Əgər kiməsə maraqlıdırsa, videonun sonuna qədər izləsin. Amma əvvəlcə bir məlumatın nəzərinizi çatdırım. 2026-cı ilin Ramazan ayında telefonla və əyani şəkildə hüquq məsələsinin alınması 10 manatdır. İddia ərizələrinin yazılması hörmətli izləyicilər 30 manatdır. Buyurub müraciət edə bilərsiniz. Qeyd edin ki, mən əri arabasında olan şəxs kimi, əri təşkilatının rəhbəri kimi və hüquqşünas kimi dünyanın 40 tanınmış ərləri haqqında kitab hazırlamışam. Bu kitab bundan qabaqki videolarda var, hörmətli izləyicilər. Satılan 20 manata qoy, hamı bilsin. Motivasiya kitabıdır. Zəhmət olmasa videonu bəyənin, hörmətli izləyicilər. Bəyənmirsinizsə 30-40 nəfər adam bəyənir. Amma mən əziyyət çəkən insanları maarifləndirirəm. Görürəm ki, baxırlar, minlərlə adam baxır, amma cəmi 30-40 nəfər adam bəyənir. Gəlin aktiv olaq. Ona görə aktiv olaq ki, mənim məqsədim ondan ibarətdir ki, bir yer götürmək istəyən əri dostlarımın əl işini satmağa. Həmin onlar pul qazansın, həmin mən qazanım, hüquqi yardım göstərdim həmin yerdə. Ona görə İyanə kampaniyası əldə keçirirəm. Bunu da YouTube'dan yığmaq mümkün. Necə? Yəni YouTube hər bir bəyənməyə görə bir köprü dəyərində ödəniş edir. Ona görə abunə olun, videonu bəyənin, hörmətli izləyicilər. Və kim də baxıb videodan fayda götürürsə, gəlib də onun qatılmasına iyanə edə bilər. Və yəni keçdiyi mövzuya, hörmətli izləyicilər. Qeyd edin ki, birinci bağışlama müqaviləsi ilə bağlı qeyd edin ki, bağışlama müqaviləsi müəyyən hallarda bağlamaq olmur. O hansı hallardır? Əgər nikah dövründə alınıbsa, ərlə arvadın birgə mülkiyyətdirsə, yəni o halda ər öz mülkiyyətini bağışlaya bilməz və yaxud da arvad. Qarşı tərəfində razılığı lazımdır. Yəni ya arvadın, ya ərin razılığı lazımdır mütləq qaydada. Hörmətli izləyicilər, nəzərə alın. Bu vacib məsələdən biridir. Yəni, tutaq ki, ev ərin adınadırsa, ər mülkiyyətini bağışlamaq istəyirsə, mütləq arvaddan razılıq almalıdır. Məsəl üçün, arvad dünyasını dəyişibsə, ər yenə də bağışlama həyata keçirə bilməyəcək. Onun o payı, belə deyək, evlatlara qalmalıdır, bir də ərə qalmalıdır. Deməli, əri faiz. Ərə qalır, eyni zamanda bu dediyim, yəni, xanıma da aiddir, arvada da aiddir. Yəni, əri faizdə belə deyək, arvada qaldığına görə, kim sağdırsa, əri faiz öz payını götürür. Geridə qalan əri faizsə, həmin, yəni, ərlə arvad arasında bölünür. Yəni deyən, kim sağ qalıbsa, ər sağ qalıbsa, ər arasında bölünür. Arvad sağ qalıbsa, arvad arasında bölünür. Digər əri faizsə, dediyim kimi, uşaqlarla ərlə arvad arasında bölünür. Yəni, belə nəticəyə gəlir çıxır ki, hörmətli izləyicilər, ərlə arvadın əri faizinin yuxarıda payı ola bilər. Tutaq ki, bir daha qeyd edirəm. Ev kişinin adındadır və arvad rəhmətə gedib, belə götürək də. Arvad rəhmətə getdiyi halda, arvadın payının bir hissəsini kişi götürür, öz əri faizini götürməklə yanaşı, hörmətli izləyicilər. Eyni zamanda 4 uşaq varsa, onların arasında bölür. Hərəsinə 10%, 10%. Belə nəticədə də kişiyə 60% gələcəkdir. Yox, kişi rəhbərə gedibsə, mülkiyyət sahibi olmağına baxmayaq. Arvad öz əri faizini götürür. Bir də 10% kişinin payını götürür. Yerdə 40% 4 uşaq arasında bölünür. Eyni zamanda mülkiyyət sahibi vəfat edibsə, onun valideynləri varsa, onlara da pay bölünür. Hörmətli izləyicilər. Nəzərə mütləq qaydada. Əsas məsələdən biri də budur. Və keçirəm vəsiyyətnamə ilə bağlı məsələyə. Və onu da qeyd edin ki, hörmətli izləyicilər, əgər mülkiyyət sahibi əmlakını kiməsə bağışlayıbsa və ömründən 2 il keçməyibsə, məcburi pay sahibləri paylarını istəyə bilər. Bu vəsiyyətnaməyə də aiddir. Və vəsiyyətnamə ilə bağlı onu qeyd edin ki, hörmətli izləyicilər, hansı halda vəsiyyətnamə vəri olunub, bağlana bilməz. Birinci onu qeyd edin ki, birgə mülkiyyət olduğu halda belə dediyim kimi,
Yani arvadın birgə mülkiyyəti olduğu halda, yani arvadın razı olmadan vəsiyyətnamə verə bilməz. Versə də yalnız öz pay hissəsində verə bilər. Nəzərə. İkinci məsələ ondan ibarətdir ki, əgər başqasına vəsiyyətnamə veribsə, artıq iki vəsiyyətnamədən biri mübahisə pedimentidir ki, hansını verdiyi zaman daha anlamlı vəziyyətdə olub. Hörmətli izləyicilər, nəzərə alın. Və yaxud bu vətəndaşı aldırıb bu arabası vəsiyyətnamə, o da mübahisə pedimentidir. Mütləq qaydada, hörmətli izləyicilər. Dediyim kimi, vəsiyyətnamənin də, bağışda müqavəsində mülkiyyət sahibi öldüyü andan 2 müddətində kimə veribsə, digər sahiblərdən pay istəyə bilər. Mütləq qaydada. Amma məcbur pay sahibi ikində onu qeyd edim. Mülkiyyət sahibinin ata anası, əv və ya arvadı, eyni zamanda oğul və qızlar, bura məcbur pay sahibləridir. Buranın orada yaşama hüququ var. Eyni zamanda qeyd edin ki, yaşama hüququ var da olan siyahıya birinci qrup əlillərdə və digər əlilliyi olan şəxslərdə aiddir. Xüsusilə uşaq vaxtının yaşayırsa, hörmətli izləyicilər, nəzərə alın, mütləq qaydada. Əlilliyi olan şəxsin kimliyindən asılı olmayaraq həmin evdə yaşayırsa, mütləq qaydada yaşama hüququ var. Bəs yaşama olan hüququ, yəni necə evdən çıxarmaq var, onu da qeyd edirəm, diqqətinə baxın, hörmətli izləyicilər. Mülkiyyət sahibi, yaşayış hüququ olan şəxslər evdən çıxartdığınız zaman mütləq qaydada 3 illik kirayə pul ödəməlidir, həmin əraziyə uyğun olaraq. Yəni bura ikində bir daha qeyd edirəm. Ata, ana, evlatlar, həyat yoldaşı çıxartdığı zaman yəni ödəməlidir, hörmətli izləyicilər. Eyni zamanda əlilliyi olan şəxsi olsa, kimliyindən asılı olmayaraq ona təzminat ödənməlidir, hörmətli izləyicilər. Nəzərə alın, əsas məsələdən biri budur. Mütləq qaydada. Bir daha qeyd edirəm ki, mənim 1900-dən artıq uşaqla birlikdə videolarım var. Baxıb tanış ola bilərsiniz. İstər vəsaitinə bağlı, istər mülkiyyətinə bağlı, istər pensiya hüququna bağlı, istər sosial yardımına bağlı, istər müavinətlərine bağlı, istər əlilliyin təyinatına bağlı və digər məsələlərine bağlı var. Baxın, tanış olun. Və onu da qeyd edin ki, 2026-cı Ramazan ayında telefonla və əyani şəkildə hüquq məsləhətinin alınması 10 manatdır, eyni zamanda ərzlərində yazılması 30 manatdır, hörmətli izləyicilər. Və kimin nəsi var olsa, zəhmət olmasa WhatsApp-a səsinə göndərsin. Diqqətinizə görə çox sağ olun, hörmətli izləyicilər. Mütləq qaydada dəstək üçün videonu bəyənin və kanala abunə olun. Diqqətinizə görə sağ olun. Sağ olun.